sloganlarını dinləyək. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Mənim ən böyük qüvvəm, gücüm, ən böyük silahım xalqın mənə göstərdiyi etimaddır, etibardır və xalqın dayağıdır. Vətənə, millətimə, xalqıma məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur. Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm, əbədi, ölkənin güclənməsində töhfə verən amillərdir. Əgər hər hansı bir ölkənin xalqları öz hüquqlarını anlayıb və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur. Kitab nəşri hər bir ölkənin, hər bir xalqın mədəniyyətində